Sözün sahibi Masallı rayonunun Boracah qəsəbəsində Hacı İsfəndiyar alim ruhani əzzimizdir, yaşayır. Mən onun öz dilindən eşitmişəm. Deyir ki, biz cavan idik. İndi 80, bəlkə 80'ın üstü yaşı olar, sağdır. Deyir ki, biz gənc idik. Məktəbdən bizi hərbi komsarlığa, əskərliyə getmək üçün müayinəyə aparırdılar. Deyir, orada bir yaşlı bir kişi var idi. Müəyyən ordenlərlə təltif olunmuş şəxs. Həzi Aslanovun əskəri olmuşdu. Deyir, mən ondan soruşdum ki, Həzi Aslanovla bağlı nə kimi xatirəm var, nə kimi yadında var? Deyir, o dedi ki, biz gənc əskər idik. Azərbaycanlı olaraq bizim üzərimizdə o komutan idi, komandir idi. Hərbi xidmətdə olan əskərlər bilirlər. Yaxınlaşanda insanın soyadı ilə, familiyası ilə soruşurlar. Deyir, bizə yaxınlaşdı, özümüzü təqdim eləyəndə biri dedi Hüseynov, biri dedi Həsənov, biri dedi Əkbərov, biri dedi Abbasov, biri dedi Əliyev və s. Deyir, asta-asta addımlarla mən gördüm ki, Həzinin gözündən yaş yanaqlarına tökülərək dedi ki, mənim xalqım hara gedir, Əhl-i Beyti də özü ilə aparır. Hüseynov İmam Hüseynin adı, Həsənov adına məscidimiz olan İmam Həsənin adı. Deyir, öz-özünə dedi ki, bizim xalqımız hara gedir, Əhl-i Beyti özü ilə aparır. O danışacağım